Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin 2 ildən çoxdur davam edən məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bəyan edib ki, Əzizə Seyidovanın həyat yoldaşını sifarişlə öldürtdürməsi məhkəmə istintaqı ilə də təsdiqini tapıb. Toplanmış sübutlara əsasən Əzizənin 18, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib. Qeyd edək ki, hadisə 2023-cü ilin yazında Maşrağı qəsəbəsində qeydə alınıb. İş materiallarında yazır ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə sisan dərmanı qatıb zəhərləmək istəyib. Sonra da isə fikrindən daşınıb onu öldürtdürmək qərarına gəlib. O ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurublar, Əli Seyidlinin evə gəlib getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü ilin mart ayının 15-də Əzizə Seyidova Məmmədli ilə əlaqə saxlayıb. Ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra Məmmədli dostları ilə birlikdə gecə saatlarında Əli Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Əli Seyidli evinə daxil olmaq istədikdə Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.